Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz düz mütənasib asıllıqdır. Düz mütənasib asıllığı biz keçəndə əvvəlcə də demişdik ki, iki cəmiyyət əgər düz mütənasib cəmiyyətdirsə, bunların hər ikisi eyni zamanda artır. Yəni, məsəl üçün, iki dənə cəmiyyət verildi bizə. Y, x-dən y. Deməli, x artırsa, y də artır və eyni dəfə. Eyni dəfə. Məsələn, biri 3 dəfə, biri 5 dəfə artarsa, bu düz mütənasib cəmiyyətlər ola bilməz. Və yaxud da ki, x azalırsa, y də azalmalıdır yenə eyni dəfə. Məsələn, biri 3 dəfə azalırsa, ikincisi də 3 dəfə azalmalıdır. Və biz demişdik ki, əgər düz mütənasib cəmiyyətlərdirsə, bunların nisbəti eyni bir ədədə bərabərdir. Yəni, y bölünsün x bərabərdir eyni bir ədədə k. K-ya da deyirik mütənasiblik əmsalı. Mütənasiblik əmsalı. Bu dediyimiz qaydalardan istifadə edərək tapşırıqlara baxaq. Deyir ki, verilmiş cədvələ əsasən x, y dəyişənlər arasındakı asılılığı araşdırın. Deməli, birincidə -4-ü -2-yə bölüm eləyir müsbət 2. 8-i 4-ə bölüm yenə 2. -5-i -2,5-ə bölüm 2. 2,4-ü 1,2-yə bölüm 2. 9-u 4,5-ə bölüm 2. Deməli, bu birincidə tapşırıq 1-in birincisində k bərabərdir 2 olan düz mütənasiblikdir. Düz mütənasiblikdir. İkincisine baxıram. İkincisində 6-nı -3-ə böləm -2. Belə deyim, buradan nömrəliyim bunu. 1, bu da ikincisi olsun. Sonra qarışmasın deyə. Bu üçüncü olsun, bu da dördüncü. Şimdi ikincidə 6-nı -3-ə böldüm -2. 4-ü 4-ə böldüm 1. -10-u 5'e böldüm -2. 4'ü 2'ye böldüm 2. 12'yi də 8'ə böldüm. 4 ixtisar getsə qalar 3 bölünsün 2. Deməli, burada hərəsi bir cür olduğuna görə 2 deyil. Düz mütənasiblik deyil. Üçüncüyə baxıram. -2'ni -4'ə böləm müsbət 0,5 eləyir. 4,5'i 9'a böləm yenə 0,5. Bu da 0,5 eləyir. Mənfi böləndə müsbət 0,5. 6'nı 12'yə böləndə 0,5. Deməli, k bərabərdir 0,5 olan düz mütənasiblikdir. Dördüncüsü 1,5'i 3'e böləm 0,5. 4'ü 8'ə böləm 0,5. -2,5'i -5'e böləm 0,5. 3'ü 6'ya böləm 0,5. 1'i də 2'yə böləndə 0,5 eləyir. Deməli, dördüncüdə də k bərabərdir 0,5 olan düz mütənasibliyin cədvəlidir. Nömrə 2'yə baxıram. Nömrə 2'də deməli, burada verilir bizə nöqtələr. Deyəcək cədvələ əsasən düz mütənasibliyin düsturunu yazın. Deməli, k-nı tapmaq üçün -3'ü -1'ə bölürəm eləyir 3. 6'nı 2'yə böləm 3. 3'ü 1'ə böləm 3. 4,5'i 1,5'ə böləm. 9'u da 3'ə böləm 3. Deməli, burada k bərabərdir 3'dür. Biz bilirik ki, düz mütənasiblikdə y bərabərdir kx-dir. Bunu da yerinə, k-nın yerinə 3 qoyanda y bərabərdir 3x olası düz mütənasibliyimizin düsturu. Düsturunu yazın deyə yazdım. X, Y cütlərini koordinat müstəvisində qeyd edin. Koordinat müstəvisində deməli qeyd edeyim. Burada koordinat müstəvisi çəkim. Bunlar biraz xırdadır. İndi -1, -3. Belə deyim, burada -1'dirsə, bu 1, 2, bu da -3 olası bir nöqtəmiz bu. Sonra ikincisi müsbət 6, müsbət 2. Buradan gəlirəm 1, 2, 3, 4, 5, 6 və 2-dən də qalxıram yuxarı. Bu da oldu ikinci nöqtəmiz. Üçüncü nöqtəmiz 3, 1. 3 dənə bu tərəfə gəldim. Bir dənə də qalxdım yuxarı. Bu oldu üçüncü nöqtəmiz. Dördüncü nöqtəmiz 4,5, 1,5. Deməli 1, 2, 3, 4, 4,5, bir də 1,5 isə cavab bura düşür. Dördüncü nöqtəmiz 9, 3. Deməli, bu 6 idi də 7, 8, 9, 1, 2, 3 də bura düşür. Bir də mən birinci nöqtəni səhv qeyd elədim. -1, -3'dür. X-i -1,
Y2 menfi 3. Yo düzelemiş. 6, 1, 3. 6, 2. 6, 2. 9, 3. Ha. Bu nöqtələrin hamısı deməli verilmiş bu nöqtələr cütünün koordinat sistemində təsviridir. Sonra öbüründə deyir ki, y cəmiyyəti x-dən düz mütənasib asılıdır. X bərabər 3, y bərabər 9 olarsa düsturunu yazın. Deməli yazıram burada. Düz mütənasiblik asılıdırsa y bərabərdir kx-dən söhbət gedir. Bu nömrə 3'dür. Burada y verir bizə 9, x verir bizə 3. Yazıram 9 bərabərdir. K vurulsun 3. Buradan da K'nı tapıram. 3 eləyir. K 3'dürsə deməli düsturumuz y bərabərdir 3x şəklində olasıdır. Düsturunu yazın diye yazdım. Şimdi burada bize deyir ki, koordinat müstəvidə qeyd olunmuş nöqtələrin koordinatlarını cüt şəklində yazın. Bu nöqtələrdən hansıların koordinatları arasında düz mütənasiblik asıllıq olduğunu müəyyən edin. Deməli burada bir-bir yazaq. Başlayayım məsəl üçün F nöqtəsində. F nöqtəsinin koordinatı olası -5, 7. -5, 7. Və mütənasibliyi əmsalını tapıramsa 7'ni bölməliyəm -5'e. Mənfi də verirəm qabağa. Bu F nöqtəsi. Sonra ikinci nöqtəmiz A nöqtəsinə gələm. A nöqtəsində deməli -3, müsbət 3'dür. Və bunu da K'sını tapsam -1 eləyir. Üçüncü nöqtə gələm B nöqtəsi. 1, 3. Bunu da K'sı eləyir. 3'ü 1'e böləndə 3. Sonra T nöqtəsi. T nöqtəsinin koordinatları olur 2, 6. 6'nı 2'ye böləndə K da bərabərdir 3. T'den sonra gəlir D nöqtəsi. D'nin koordinatları olur 3, 5. Bu sefer K'nı tapmaktan ötürü 5'i 3'e bölmeliyim. D nöqtəsiydi bu. Y nöqtəsinin koordinatlarına baxıram. 4, 8. K'nı tapanda 8'i 4'e böləndə eləyir 2. Y'ni dedim. Burada S nöqtəsi. 7, 2. K da bərabərdir. 2 böl 7. Sonra keçdim bura L nöqtəsi. Mənfi 7, mənfi 2. Mənfi 7, mənfi 2. Və K'sını da tapanda mənfi bölündə müsbət 2 böl 7. L'dən sonra gəlir burada K nöqtəsi. -1, -3. -1, -3. Niyə K'da öyle? Ha bu da. -1, -3. Böləndə 3'ü 1'e böləndə eləyir 3. Sonra K'dan sonra gəlir C nöqtəsi. C nöqtəsi -2, -6'dır. -2, -6. -6'nı da -2'ye böləndə yenə eləyir 3. Sonra M nöqtəsinə baxıram. M'in koordinatları olası -2, müsbət 2, -3. 2, -3. Bunu da K'sını tapıramsa -3'ü bölməliyəm 2'ye. M idi bu N. N'in koordinatları 2, -6. Deməli bunu da K'sı -6'nı -6'nı bölürəm 2'ye eləyir neçə? -3. P'ni də tapsam 4, -5. Deməli bu üstə K'sı da olur -5 böl 4. Deməli hamısı K'sını tapdım. İndi K'ları tapandan sonra cütlərə baxım. Deməli -7 bölünsün 5 yoxdur heç birində. Sonra -1 heç birində yoxdur. 3 var ama. B, T, K, C. Yazıram burada B, T, K və C nöqtələrinin hamısı da -3'dür. Deməli bunlar düz mütənasib nöqtələrdir. -1. Bir dənə burada var, başqalarında yoxdur. 3'də 5. Yoxdur heç yerdə. 2. Digər nöqtələrin heç birində yoxdur. 7'də 2. 2 dənə var. Bu da S ilə L'dir.
dəqiqə bu elinci ikisi də mənfidir. Bir dəqiqə baxım. Mənfiyə böləndə müsbət elədi. S-də də ikisi də müsbətdir. Ha, düzdür. Deməli, L və S. 7'de 2'de bunlarda 3'ü de yazdım. Mənfi 3 olan da yoxdur. Mənfi 2'de 3 olan da yoxdur. Mənfi 4'də 5 olan da yoxdur. Deməli, bu 4'ü bir yerdə düz mütənasib cəmiyyətlərdir. Bir də bunlar L ilə S. Mütənasib cəmiyyətlərdir. Növbəti səhifəyə baxaq. Tapşırıq 5. Koordinat müstəvisində elə nöqtələr qurun ki, onların koordinatları arasında düz mütənasiblik asıllıq olsun. Deməli, biz bilirik ki, y-i x-ə böləndə k-ya bərabər olmalıdır. Ona görə də burada elə nöqtələr cütü yazmalıyım ki, böləndə 2 eyni olsun. Məsələn, 2 yazıram, burada 10 yazıram. Yəni 10 2-yə böləndə 5 edir. İndi 5 olan başqa bir nöqtə yazıram. 5, 25. Sonra məsəl üçün yazıram 7-dirsə, burada 35 yazmalıyım ki, 35'i də 7'yə böləndə 5 eləsin. Bu nöqtələri koordinat sistemində qursaq da düz mütənasiblik alınır. Nömrə 6-ya baxıram. 2 kiloqram yağın qiymətinə 4 kiloqram pendir almaq olur. Deməli, 2 kiloqram yağa 4 kiloqram pendir almaq olur. 5 kiloqram yağın qiymətinə 5 kiloqram yağa nə qədər pendir olar? Deməli, burada əgər böləndə 2 eləyirsə, bunu da böləndə 2 eləməlidir də, belə deyim. Onda k bərabərdir. Pendiri böləm 4'ü böləm 2'yə. O da bərabərdir. Buradakı pendir də x-dir. Yağ da 5'dir. İndi burada eləyir 2 bərabərdir. X bölünsün 5. X də bərabərdir 10. Deməli, 10 kiloqram pendir almaq olar. 1 kiloqram 18 manatdır. Alınmış malın miqdarı, deməli, yazıram burada nömrə 7. 1 kiloqramı 18 manatdır nədirsə. 18 manat. X kiloqram alırsa, bu olası 18x. Malın 1 kiloqramının qiyməti ilə alınmış malın dəyəri arasındakı asılılığı ifadə edən düsturu yazın. Elə düstur bu da 18x. Y bərabərdir 18x olasıdır. Yəni 1 kilo alsa, x-in yerinə 1 yazıram, 18-ə vururam, 18 manat ödəyir. 2 kilo alsa, 2-ni 18-ə vururam, 36 manat ödəyir. Bu qayda ilə indi deyir x bərabərdir 3. X bərabərdir 3 olanda y bərabərdir 18-ə vurmalıyam 3-ə. 30, 24, 54 eləyir bu. Sonra bir dənə də x bərabərdir 6-nı hesabla deyir. Y bərabərdir 18 vurulsun 6. Bu da eləyir 108. 8 nömrəli məsələ. Avtomobil yolda saatda 85 km sürətlə hərəkət edir. Avtomobil T saatda getdiyi yolu, deməli, S bərabərdir. V vur T bizim yol düsturumuzdur. Buradan S-i tapanda V-ni bizə verir. Ki, saatda 85 km ilə gedir. 85'i vururam T'yə. Bu olur gedilən yolu tapmaq üçün düstur. Zamanla gedilən yol arasındakı hansı fonksiyonel asıllıq var? Bu fonksiyonel asıllıq var. Növbəti tapşırıq 9. Deməli, burada düz mütənasib cəmiyyətlərdir deyir. Cədvəli tamamlayın. Cədvəli burada biri var, biri yoxdur. Bir dənə burada ikisi də var. Deməli, düsturumuz bizim y bərabərdir. K vurulsun x-dir. X-i verib 15, K-nı y verib 45. Deməli, 45 bərabərdir. K vurulsun 15. Buradan K-nı tapıram. K bərabərdir 3. Deməli, düsturumuz y bərabərdir 3, x şəklindədir. İndi burada x-ə verib 3. 3 veribsə 3'ü 3'ə vuranda eləyir 9. Yəni belə yazımda birincidə x bərabərdir 3 olarsa y bərabərdir 3 vurulsun 3. 9. Sonra ikincidə y verib bizə 7,5. Yeni yazıram burada. 7,5 bərabərdir 3 x-ə. X də bərabərdir 2,5'ə. Deməli, burada da olası 2,5.
Yani bax bunu 3'ə böləndə bunu alıram da, bunu 3'ə böləndə bunu alıram. Ya da ki, yuxarıdakını 3'ə bölüb aşağıdakını alıram. Onda 15'i 3'ə böləndə 5 alıram. Bunu da ben 3'ə vurmalıyam. 3'ə vuranda düşlər ixtisar edir. 2 də burada olur. Beləliklə cədvəli tamamlamış olduq. Sonra 10-cu tapşırıq Y cəmiyyətini X cəmiyyəti ilə düz mütənasib asıllıq olarak dəyişdiyi və mütənasiblik əmsalı 2 olduğu məlumdur. Düz mütənasibliyin düsturunu yazın. Düsturu 2-dirsə y bərabərdir 2x olasıdır. Yəni burada x-lərin qiyməti verildi. Y tapanda 2'ye vurmalıyam hamısını. 2'ni 2'ye, 2'ni mənfi 2'ye vururam, mənfi 4. 2'ni 2'ye vururam 4, 8'i 2'ye vururam. 4'ü 2'ye vururam 8. Bu mənfi 10 eləyəsi, bu 9. Bu da mənfi 20, 46. Mənfi 46. Burada da bizə deyir ki, mütənasiblik əmsalını hələ tapın. Tapmaq üçün buradan istifadə eləyəsiyim. Deməli, 11. Y bərabərdir kx-dir. Y-i verib 48 bərabərdir k vurulsun 4. Buradan k-nı da taparam 12. Deməli, düsturumuz y bərabərdir 12 x şəklindədir. Y də yox, burada p verdiyinə görə p bərabərdir 12x yazıram. İndi x'i verib 5. P'ni tapmaqdan ötürü 12'ye vururam 60. 36'dırsa, deməli bura mən elə ədəd yazmalıyam ki, 12'ye vuranda 36 eləsin. Bunu 12'ye vururam 24. 6'nı 12'ye vururam 72. 72'ni 12'ye böləm 6. 7'ni 12'ye vururam 70. 14. 84 eləyir. Cədvəlin axırıncı xanasının qiyməti. Bu oldu düz mütənasib asıllıq. Hələlik bu qədər. Növbəti dərsdə görüşərik inşallah.